Salam uşaqlar. Deməli, indi biz sizinlə ehtimal nəzəriyyəsinin suallarını izah edəcəyik. Birinci növbədə ehtimalın düsturu necədir? P hərfi ilə işarə edirik ehtimalı. Bu şəkildə yazırıq. Deməli, əlverişli halların sayı bölünsün bütün mümkün halların sayına. Mümkün halların sayı. Bu bizim ehtimalımızın sualıdır. Bir zər artdıqda uşaqlar, ümumi bizim halımız 6 haldır. 2 zər artdıqda 36 haldır. 3 zər artdıqda 216 hal var. Bütün mümkün halların sayı. Yəni bunları bilin. Dəmir pul atdıqda 2 hal var ümumi, çünki dəmir pulunun 2 üzü var. Biz bunlardan istifadə edəcəyik. Moda keçmişdik nə idi? Ən çox təkrarlanan ədəd idi. Deməli, median kiçikdən böyüyə doğru ədədlər seçilir. Ortada olan ədədi seçirik, median sayılır. Əgər sıra cüt saydadırsa, onda ortada 2 ədəd yerləşəcək. Həmin ədədləri toplayıb nə edəcəyik? 2-yə böləcəyik. Ədədi ortada bilirsiniz, toplayıb sayına bölürük. İndi biz məsələlərdə bunlardan istifadə edəcəyik. Keçirəm birinci məsələmizə. Bizə birinci məsələmizdə nə deyir? 2 zər atdıqda, dedik ki, 2 zər atanda bizim məxrəcimiz, yəni ümumi bütün halların sayı uşaqlar 36-dır. Yəni ümumi halları 36 kimi yazıram məxrəcə, bütün mümkün halların sayı. Niyə desəz, bilirsiniz ki, zər atanda 1-in 1-i, 1-in 2-si, 1-in 3-ü, 1-in 4-ü, 1-in 5-i, 1-in 6-sı, 2-nin 1-i, 2-nin 2-si, 2-nin 3-ü bu formada 6-nın 6-sında qutaracaq. Burada 36 hal var. Ümumini yazdım məxrəcə. Deyir ki, 2 zər atıldıqda üst üzə düşən hallar cəminin 5-ə tam bölünən ədəd olması ehtimalını tapın. Uşaqlar, 5-ə bölünməsi üçün, rəqəmləri cəminin 5-ə bölünməsi üçün bu rəqəmlərin cəmi ya 5 eləməlidir, ya da 10 eləməlidir. Razıyıqmı? Görək rəqəmləri cəmi 5 eləyən ikizlər hansıdır? 1, 4 bildiyimiz kimi 4-ün biri mütləq götürürəm. Çünki biri var, birinci zərdə 1 düşür, ikincidə 4 düşür. Bir də var, birinci zərdə 4 düşür, ikinci zərdə 1 düşür. Yəni bunları yazacaqsınız. Zərdə mütləq bu nəzərə alınır. 2-nin 3-ü 5 eləməyən hansıdır? Bir də 3-ün x-i. Bəzən uşaqlar götürür 5-in ağı yazır. 5-in sıfıra zərin üstündə boş yoxdur ki, zərin üstündəki saylar 1-dən başlayır 6-ya qədər. 6-dan da yuxarı yoxdur da. Normal oynadığımız nərdin zərindən danışırıq. Aha, indi cəmi 10 eləyən. 10 eləyən də götürüb yazırlar 3-ün 7-si, elə bir zərin üstündə 7 var. Yəni çaşmayın. Bu zərdir. Zərin üzərindəki rəqəmləri gözünüzün qabağına gətirin. 1-dən 6-ya qədər cəmi 10 eləyənlər hansı olacaq? 4-ün 6-sı, 6-nın 4-ü, 5-in 5-i. Amma eyni rəqəmləri bir dəfə yazırsınız. Çünki 5-in 5-i eyni şeydir də, onun yerini dəyişmirik. Bu qədər. Deməli, neçə dənədir sayıram? 1, 2, 3, 4, 5, 6, 7. Burada yazırıq 7. Yəni cavab oldu 36-da 7. İkinci sualımızı izah edirəm. 2 zər atdıqda düşən hallar hasilinə, yenə deyir 2 zər atdıqda məxrəci yazım hazır olsun. 36 hal var. Düşən halların hasilinin 6 olması ehtimalı. Uşaqlar, deməli burada hasil 6 olmalıdır. Hansılar ola bilər? 1-in 6-sı, düzdürmü? 6-nın 1-i, 2-nin 3-ü, 2-ni 3-ə vuranda 6 eləyir. Bir də 3-ün x-i. Bunların hər birinin hasili 6-nı verir. Sayıram 1, 2, 3, 4. 4 dənə, 36-da 4. İxtisar aparırıq 9-da 1. Yəni cavabımız oldu C variantı. Burada da C idi, ikisində də C-dir. Tamam, keçirik növbəti 3-cü sualımıza. 3-cü sualımızda mənə nə verib, diqqətlə oxuyuram. A çoxluğunun elementlərinin sayı NA deməkdir. NA bərabərdir 23-ə. B çoxluğunun elementlərinin sayı NB bərabərdir 11-ə. Onların ortaq elementlərinin sayı. Ortaq nə deməkdir uşaqlar? Yəni hər ikisində olan ortaq elementlərinin sayı 4-dür. Bu çoxluqların birləşməsindən təsadüfi götürülən bir elementin ortaq element olması hadisəsinin ehtimalı. Tamam, deməli mən bu çoxluq məsələsində bilirəm ki, Euler-Venn diaqramı ilə işləməliyəm. Yazıram AB, bilirsiniz burada A ilə B-in birləşməsidir. 23 yazdım bura, çölə yazıram çünki də NA-dan söhbət gedir. 11, ortaq isə hər ikisinin kəsişməsi deməkdir 4. Məndən deməli
bu çoxluğun birləşməsindən təsadüfən götürülən bir elementin ortaq element olması. Yəni əvvəlcə mən burada birləşməni tapmalıyam ki, görün burada neçə element var ümumiyyətlə. Necə tapırdıq? 23 ilə 11-i toplayıb, düzdür? Çıxırdıq 4-ü. Hemen 23 ilə 11-i toplayırıq, çıxırıq 4-ü, elədi 30. 30 dənə element var. Ona görə də bizim məxrəcimizi yazırıq 30. Yəni ümumi bütün elementlərin içindən, yəni 30 dənə var. 30 dənənin içindən nəyi seçməliyəm? Götürülən bir elementin ortaq element olması. Ortaq da burada 4 dənə yəni. 30-da 4. Bunu da ixtisar edirsiniz, olur 15-də 2. Yəni cavabımız oldu C bəndi. Keçirik növbəti 4-cü məsələmizə. 4-cü məsələmizdə baxacaq nədir? Deməli deyir ki, bir zər ardıcıl olaraq 2 dəfə atılır. Zərin üst üzünə birinci dəfə düşən xalın ikinci dəfə düşən xaldan 2 vahid böyük olması. Burada şərt var, biraz diqqətli olaq. Deyir ki, mütləq birinci xal ikincidən 2 vahid böyükdür. Yəni birinci 2 vahid böyük. Bunu belə qeyd edelim. 2 vahid böyükdür ikincidən. Bilin bunu. Tamam. O zaman düşünək. Birinci, ikincidən, məsələn, birincini 1 götürə bilmərəm. İkincidən 2 vahid böyük olmayacaq, mənfiyə gedir. Yəni bu ancaq 3-ün 1 ilə başlaya bilər də. Bu balacanı 1 götürürəm, ikincini. O biri birinci ondan 2 vahid böyükdürsə nə olmalıdır? 3-ün 1-i. 1-in 3-ü yaza bilmərik burada. Çünki imenli deyir ki, birinci daş, ikinci daşdan 2 vahid böyük olsun. 1-in 3-ə yazsam, artıq birinci daş, ikinci daşdan 2 vahid kiçik olacaq. Şərt pozulacaq. Yəni diqqətli olaq. Burada yaza bilməyəcəyik. Sonra 4-ün ikisi bilirik ki, birinci rəqəm ikinci rəqəmdən 2 vahid böyükdür. 5-in 3-ü, bəli, birinci rəqəm ikinci rəqəmdən 2 vahid böyükdür. Bir də 6-nın 4-ü. Deməli 4 dənə elədi. Ehtimal yazırıq. 2 zər atıldığına görə məxrəcimiz 36, surətdə də 4 hal. Cavab elədi 9-da 1. 9-da 1 də baxaq hansı bənddir? Y bəndidir burada. 5-ci məsələmizə baxmaq istəyirəm. 5-ci məsələmizdə bayaqkına oxşur yazaq, amma bizə deyir ki, NA, yenə diaqram çəkib həll edəcəm. NA, yəni A çoxluğunda 21 dənə element var. B çoxluğunda 14 dənə element var. Kəsişmədə də 7 dənə element var. Mütləq birləşməni yenə tapıram uşaqlar. Bunun qabağında hamısını N yazmalıydım. Yəni bilin, burada N-də də təbii ki saylardır. Birləşmə nə idi? 21 ilə 14-ü toplayıb 7-ni çıxırıq. Burada alınır 28. Demək 28 dənə bizim elementimiz var. Və deyir ki, təsadüfən götürülən bir elementin A çoxluğunda olması. A çoxluğunda neçə element var? 21. İxtisar aparırıq təbii ki 7-yə. Burada 4, burada da 3. Cavabımız oldu 4-də 3. Yəni 5-də A variantıdır. 6-cı məsələmizə baxacağım indi. 6-cı məsələ də maraqlı bir məsələdir. Bir mağazada müəyyən miqdardan artıq alış-veriş edən müştərilər birinci çarxı 2 dəfə fırladır. Hər fırlanma nəticəsində çarxın oxu bir rəqəmin yerləşdiyi sektoru göstərir. 2 fırlanma nəticəsində toplanan xal 6-dan kiçik olmadıqda müştəri ikinci çarxı fırladaraq düşən hədiyyəni qazanır. İndi bizə deyir, bir çarxı fırladan müştərinin ütü qazanması hadisəsinin birinci çarxı fırladan müştərinin ütü qazanması hadisəsinin ehtimalını tapın. Deməli biz birinci çarxı 2 dəfə fırlatmalıyıq ki, hədiyyə qazana bilək. Çünki deyir ki, 2 dəfə fırladır o müştəri. Və hətta 2 dəfə fırladanda toplanan xal 6-dan kiçik olmamalıdır. Yəni 6 olmalıdır. 6-dan kiçik olmamalıdır. Nə deməkdir? Yəni 6 və ya 6-dan böyük olmalıdır. Burada da 6-dan böyük ola bilməz. Çünki maksimum rəqəm 3 görürəm. 2 dəfə fırladıb 3-ə düşməlidir uşaqlar. Bax bu ikisində də fırladanda 3-ə düşməlidir ki, 3 ilə 3 toplayanda 6 eləyir də. Deməli, 2 dəfə fırlatdım, ikisində də 3-ə düşdü. Birincidə fırlatdım, 3-ə düşməlidir. Bunun ehtimalı nədir? 4-də 1 vurulsun. Proses davam edir çünki vururuq. İkincidə də fırlatdım, yenə 3-ə düşməlidir. O da 4 haldan biridir. 4-də 1. Aha, indi getdim. 6 xal toplamışamsa ütü qazana bilərəm. Baxaq görə ütü qazanma şansımız burada nə qədərdir? Sayırsınız buranı. 1, 2, 3, 4, 5, 6. 6-dan. Amma ütü neçə yerdədir? 2. 6-dan 2.
Deməli 4-də 1 vurulsun, 4-də 1 vurulsun, 3-də 1. Cavab da eləyir 48-də 1, yəni A variantı oldu. 6-cı sualda məsələmizin həlli. 7-yə baxırıq. İlk 14 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Uşaqlar, sadə olanları seçirik. 3, 2, bilirik sadədir, 1 nə sadədir, nə mürəkkəb. 5 sadədir, 7 sadədir. 11 sadədir, 13 sadədir. Ehtimalı yazıram. 14 dənə elementin içərisindən sayıram. Neçəsini seçə bilərəm? 1, 2, 3, 4, 5, 6. 6 dənəsini seçəcəm. 14-də 6, bunu da ixtisar elədim. 7-də 3. Yəni cavab B variantı oldu. 8-ci suala baxırıq. 2 zəri birgə atdıqda düşən xalların fərqinin 3 olması hadisəsinin ehtimalını tapın. Deməli, mən burada elə eləməliyəm ki, fərq 3 olmalıdır. Fərq nə olmalıdır? 3. Uşaqlar, təbii ki, başlayırıq 4-ün biri. 1-in 4-ünü də yazacağım. Çünki mənə demir ki, birinci, ikincidən 3 vaid böyükdür. 1-in 4-ü də düşsə fərq 3-dür, 4-ün biri də düşsə fərq 3-dür. Sonra 5-in ikisi, 2-nin 5-i. 6-nın 3-ü, 3-ün 6-sı. Cəmi 6 dənə hal var. Məxrəcimizə təbii ki, yazırıq 36. 2 zər atmışıq çünki 36-dan 6, 6-dan 1. Yəni cavabımız oldu E variantı. 9-cu məsələ artıq eynidir deyə yazmıram. 10-cu məsələmizə keçirik. Bir 10 parçasına daxil olan natural ədədlər arasından təsadüfən götürülmüş ədədin sadə ədədi. Bundan da baxmışdıq, amma yazaq eybi yox. 1 ilə 10 arasındakı sadə ədədlər hansılardır? 2, 3, 5, 7. Diqqətli olun yazanda həmişə. İlk 10, yəni 1-dən 10-a qədər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 da daxildir parçadır çünki. Yəni məxrəcim olur 10, onda 4. Bu da 0,4, yəni cavabımız oldu. Bir dəqiqə baxaq. D bəndindədir, üzr istəyirəm. Mən aşağıya baxdım, onda D bəndi. Bu qədər 10-cu sualımız. Keçirik 10. 1 eyni idi 11-ci məsələmiz. Baxaq 12. 12-ni yazaq. Yenə zər məsələsidir. 2 zəri birgə atdıqda üst-üzə düşən xallar cəminin 10-dan böyük olması. Uşaqlar, 10-dan böyük olması üçün, yəni cəm 11 eləməlidir. Təbii ki, 5-in 6-sı, 6-nın 5-i, bir də 12 eləyə bilər də maksimum. Bilirsiniz, zərlərin cəmi 6-nın 6. Yəni 2 zər atdığımıza görə məxrəcimizə 36 yazırıq. Sürətdə 1, 2, 3, 3 dənədir. 36-da 3, yəni 12-də 1 oldu cavabımız. Baxaq, hansı variantdır? D variantı. 13-ə baxıram. 13-cü məsələdə bizə nə verib? Sinifdə 20 şagird var. Qeyd eləyək, 20 şagirdimiz var bizim. Sütunlu diaqramda bu şagirdlərin riyaziyyat imtahanından aldığı qiymətlərin statistikası göstərilmişdir. Diaqrama əsasən şagirdlərin aldığı qiymətlərin medianı ilə modasının cəmini tapın. Uşaqlar, birinci növbədə moda baxan kimi bilirik hansıdır. Ən çox təkrarlanan 3 rəqəmi də görürsünüz. 3-dən uşaq deməli 3 qiymətini 7 nəfər alıb, 2 qiymətini 3 nəfər alıb. Baxın, 2 qiymətini 3 nəfər alıb. 3 qiymətini 7 nəfər alıb. Bunun hamısını yazmıram. 7 nəfər, 7 nəfər. Bu 3 nəfər. 4 qiymətini alıb 4 nəfər. 5 qiymətini isə alıb neçə nəfər görək? 6 nəfər. Yəni ən çox təkrarlanan 7 nəfər 3 qiymətidir. Ona görə bizim modamız demişdik, ən çox təkrarlanan rəqəmdir, moda 3. Gəldik mediana. Medianda da uşaqlar, məsələn, bəzən bu sıranı verə bilər, 80 dənə 2 var, nə bilim, 40 dənə 3 var ümumi siniflər arasında. Sən 80 dənə 2-ni düzmə ora. Bu formada yazırsınız. Əsasən saylarını toplayacaq indi biz. Görək ortaya hansı rəqəmlər düşür. 3 dənə, 7 dənə, 4 dənə, 6 dənə. 20 dənə rəqəm var. Ortasını tapmaq istəyirəm. Yəni ortada hansı rəqəm yerləşir? 20 böldüm 2, 10. Cüt saydadır da, deməli 10 və 11-ci rəqəm ortada yerləşir. Yadınızda saxlayın. 10 və 11-ci ədəd nədir? Ortada yerləşən ədəddir. Məsələn, 21 dənə olsaydı, 21-i 2-yə böldün 10,5. Deməli 11-i yuvarlaqlaşdır, 11-i götür. 11-ci ədəd də ortada yerləşən bir şey yox. Çünki tək sayda olanda
Orada da bir dənə də yerləşir. Amma cütdə 2 dənə yerləşir deyə 10 və özündən sonra gələn böldüyün cavab və özündən sonraki rəqəmi götürür. Mən baxıram ki, 3 dənə 2-dir, 7 dənə 3-dür. Yəni burada 10 dənə var da. Yəni 10-cu rəqəm 3-dür, 11-ci rəqəm də 4-dür də. Deməli bunları toplayıb mən median axtarıram hazırda. Toplayıb nə edəcəm? 2-yə böləcəm. Bu da eləyəcək 3,5. Bir də deyirdik ki, moda və medianın cəmini tapın. 3-ün də üzərinə gəlirəm 3,5. Cavab eləyir 6,5. Yəni Y variantı. Oldu burada cavabımız. 14-cü suala baxıram. 14-də deyir ki, 2 zər atıldıqda üst-üzə düşən xallar cəminin 6-ya tam bölünən olması. Yəni bu cəm 6-ya tam bölünməlidir. Deməli ya 6 olmalıdır, ya 12 olmalıdır. 18 də 6-ya bölünür, amma zərlərin cəmi 18 eləyə bilmir. Maksimum 6, 12 eləyə bilər. 6-ya tam bölünən ədəd olmasını indi yazacağıq. 6 eləyən rəqəmlər hansıdır? Hatta doğrusu 6, cəmi 6 eləyənlər. 1-in 5-i, 5-in 1-i, 2-nin 4-ü, sıra ilə gedirəm, 4-ün ikisi, bir də 3-ün 3-ü, düzdürmü? Cəmi 12 eləyən isə yeganə 6-dır. Ehtimalı yazıram. 36-da 2 zər atıldığına görə sayıram. 1, 2, 3, 4, 5, 6. 36, 6, 6. Bilirsiniz, zər məsələlərdə permütasiya kombinasyonu istifadə etmədən yazmaq olur rahat. Bu qədər. 14-də cavabımız oldu nə? A variantı. Keçirik 15-ci sualımıza. Qutuda 4 qırmızı, qeyd eləyək. 4 qırmızı, 5 yaşıl, 7 qara kürəcik var. Yaxşı. Deyir, təsadüfən çıxarılan bir kürəciyin yaşıl və ya qara rəngli olması hadisəsinin ehtimalını yazın. Uşaqlar, baxın, bir dənə kürə çıxardırıq. Bura diqqətli olun, bir dənə. O zaman məxrəc necə yazacaqsınız? Ümumi saydan bir dənə. Çünki ümumi halda da bütün halların sayıdır. Yəni qırmızı da çıxa bilər, yaşıl da çıxa bilər, qaradan da çıxa bilər. Yəni ümumi halı yazırsan ora. 4, 5, 7 toplayırsan, cəmi neçə rəng var bizdə baxırsan 16 dənə. Deməli məxrəcimiz olacaq kombinzon 16-dan 1. Bir daş seçirik, unutmayın. Getdim surət məsələmizin şərtidir. Bir kürəciyin yaşılı yaşılın içindən seçməliyəm də. Kombinzon 5-dən 1 və ya, ona görə toplama, çünki ikinci halda bir daş seçmirsən, və ya qara olması, qaranı da qaranın içindən seçəcəm. Kombinzon 5-dən 1 5 idi, 7-dən 1 7 idi, 16-dan 1 də 16 idi. Cavabımız elədir 16-da 12, yəni 4-də 3. Bu da oldu hansı variant? 4-də 3 bizə sıfırdan yüzdə kəsirlə verib, onluq kəsirlə. Sıfırdan yüzdə 75, yəni C variantıdır. 10-cu sualımıza baxıram. Daha doğrusu 10-cu deyirəm. 16-cı sualımıza baxdım, eynidir. 17-ci sualımıza baxırıq. Yaxınlaşdıraq biraz. 17-dir ki, bütün iki rəqəmli natural ədədlər ayrı-ayrılıqda. Burada ehtiyatlı olun. Bütün iki rəqəmlidir. Yəni ondan 99 da daxil olmaqla neçə ədəd var? 99-dan çıxırsınız 10-un üzərinə gəlirsiniz 1-də. Yəni burada 90 dənə yadınızda saxlayın uşaqlar. 90 dənə 2 rəqəmli ədəd var. 2 rəqəmli ədəd. Yəni məxrəcimiz 90-dır. Deyir 90 dənə ədəddən, yəni torbadan təsadüfi seçilən bir vərəqin üzərində ədədin 6-ya tam bölünən ədəd olması. İndi mən 6-ya bölünən 2 rəqəmli ədədin sayını tapmalıyam. İlk 6-ya bölünən 2 rəqəmli ədədi yazıram 12-yi. Bir də sonuncu 6-ya bölünən 96-dır. Bilirik 12-dən 96-ya qədər 6-ya bölünən ədədlərin sayını necə tapırıq? 96-dan 12-ni çıxıb 6-ya bölüb üzərinə 1 gəlirdi. Silsilədən alınan bir düsturdur. 84-ü böldük 6-ya. 14 üzərinə 1 gəldi 15. Yəni 15 dənədir uşaqlar. Bizim 6-ya bölünən ədədimiz. Bunlar da ixtisar aparacaq. Cavabımız olacaq 6-da 1. A variantı. Sonra 18-ci məsələmə keçirəm. 18. Sinifdə 18 qız və 7 oğlan oxuyur. 7 oğlan oxuyur. Püşkatma nəticəsində ilk növbətçinin
oğlan, ikinci növbətçinin qız olması. Hə, baxın, diqqətli olaq burada. Bir məsələ deyəcəm sizə, diqqətli olmağınız üçün. Nədir uşaqlar o? İlk növbətçinin, yəni bu seçir. Birincidə mütləq bir oğlan olmalıdır, ikincidə qız olmalıdır. Bunu əslində kombinasiyası da yaza bilərik. Göstərirəm sizə. Baxın, neçə nəfər var? 25 nəfər var cəmi sinifimizdə. 18 ilə 7-ni topladım 25. Birinci gəlir deyir ki, mənə oğlan lazımdır. O zaman mən nə yazmalıyım? Gəlin bir-bir seçək də. Kombinzon yazaq. Kombinzon 25-dən 1. Ayrı-ayrı seçirəm. 25-dən 1. Surətdə isə oğlanı seçməliyik. Kombinzon 7-dən 1. Düzdürmü uşaqlar? Vurulsun. Davam edirəm çünki ikincini seçirəm indi. Deməli, ikincini seçirəm. Birincini seçdik, gəldi lövhənin qabağına. Axı say azaldı uşaqlar. Birincini seçəndən sonra dönüb sinifə baxanda 25 nəfər görmürsünüz, 24 nəfər görürsünüz. Biri var eyni anda 2 nəfəri durğuzub gətirəsən, onda 25-in içindən seçilməyirsən. Biri də var ki, birincini seçirsən, sonra təzədən dönüb baxırsan sinifə, görürsən ki, 24 nəfər var. Onda yəni diqqətli olun burada biraz. Uşaqlar çox vaxt çaşır. 24 nəfərdən seçirəm birini. Bu səfər də mənə deyir ki, qız olsun. Qızın sayı ilə 18 olaraq qalıb da 18-dən 1. Və bunu hesablayıram. 25-də 7 vurulsun 24. Deməli, mən ilk növbətçinin oğlan seçdim. Düzdür, 7-dən 1. Burada isə ikinci növbətçinin qız. Bir dənə yoxlayayım. Hə, doğrudur. 25-də 18. Bunları 24-də üzr istəyirəm. 24 idi bura. 24-dən 1. Dəqiqə düzəldək. 24-dən 1 yazmışdıq da. Hə. 24-də 18. İndi biz ixtisarlarımızı aparacaq. 24-dən 18-i ixtisar apararaq 6-ya 3. Burada da 4. 4-ə vurduq 25-ə 100. 7-ni də 3-ə vurduq 21. Baxaq cavablara. Bəli, C variantı %21-dir bizim cavabımız. Keçirik növbəti sualımıza, yəni 19 nömrəli sualımızdır. 19-da mahnı müsabiqəsində 50 nəfər iştirak edir və iştirakçı ardıcıl olaraq 1-dən 50-yə qədər nömrələnir. Deməli, 1-dən 50-yə qədər nömrələnmə var. Çıxış etmə növbələri püşkatma yolu ilə təsadüfi qaydada müəyyən edilir. Müsabiqədə çıxış edən növbətçinin 7-yə bölünən, 7-yə tam bölünən cüt ədəd. Fikir verin uşaqlar, bax cümləni tam oxuyun. Cüt ədəd, 7-yə bölünən cüt ədəd. 1-dən 50 hansıdır? 14, 28, 42. Vəsə. 7, 14, 21 belə getməliyəm. Mən yalnız cütləri yazdım, çünki cüt deyirdi. Ehtimalı yazacağam. Neçə nəfərin içindən seçirəm? 50. Neçə dənə mümkün halım var? 3. Cavab 50-də 3. Bunu da çevirsək %6 deməkdir. Uşaqlar tutam %6, yəni A variantı olacaq cavabımız. Aha, keçirik 20. Bax 20-ci sual imtahanda düşüb uşaqlar. Kinoteatrda yerlərin yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin A və ya B sırasından olması hadisəsinin ehtimalını tapın. İndi gəlin baxaq. Növbəti alıcı deyirsən, növbəti alıcı gələndə təbii ki, orada bilet alınmış yerləri görür, bir də alınmamış yerləri görür. Bilet alınmış yerlərdən biz seçim edə bilmərik ki, çünki onlar artıq satılıb. Deməli, mən onları əvvəlcə çıxmalıyam. Uşaqlar, baxaq. 1, 2, 3, 4, 5, 6, 7, rənglənmişləri sayıram. 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 dənə yer satılıb artıq. Görək nə qədər yer qalıb. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 4. 40 yer var imiş. 40-dan 15-ini çıxıram. 25 yer satılmayıb. Satılmayıb. Tamam, mən gəlirəm bilet almağa. Mən hardan seçim edirəm? Təbii ki, alınmayan biletlərdən baxıram da, düzdür, 25 dənədən nəyi seçməliyəm? Birini. Kombinzon 25-dən 1, düzdür, seçdim. İndi baxıram deyə seçilən yerin A-ya, A-lar neçə dənədir? Sayaq, boş A-lar. A1, A2, A3, A5, A7, A8, A9, A10. 8 dənə var A sırasından. Boş yazacağım kombinzon 8-dən 1 və ya dediyinə görə üstə gəl.
B-lərdən neçə dənəsi boşdur? 1, B3, B4, B6, B8, B9, 5 dənəsi boşdur. Burada olacaq kombinezon 5-dən 1. Məxrəcimiz 25, yuxarıda 8, burada 5. Yəni 25-də 13. Cavabımız oldu nə? Y variantı. 21-ci sual. Qutuda 7 qırmızı, 2 sarı, 3 qara kürə var. Qutudan təsadüfən çıxarılan 3 kürənin qırmızı olması hadisəsinin ehtimalını tapın. 3 dənə kürə çıxarırıq, 3-ü də qırmızı olmalıdır. İndi birinci təbii ki, məxrəci yazacağam. Məxrəcim nə olacaq uşaqlar? Kombinezon ümumi saydan 3. Ümumi sayımızı toplayaq. 7, 2, 3, 12. 12-dən 3. Surət isə gəlirəm. Surət isə təbii ki, məsələnin şərti kombinezon 7-dən 3. Hesablayırıq. 7 faktorial bölünsün 3 faktorial. 12 faktorial bölünsün 9 faktorial. Vurulsun 3 faktorial. Bunlar gedir eyni yerdədir. Yuxarıda olur 7 faktorial 4 faktorial böləndə 5 vur 6 vur 7. Burada da 10 vur 11 vur 12. Bunları da ixtisar aparıram. Bura 2, bura 2. 44-də 7. Baxaq varmı? Var. Bəli, cavab C variantı.